İşğaldan azad olunmuş torpaqlarımızda Səhiyyə Nazirliyinin istiqaməti ilə səyyar xidmət keçirilir və bu dəfə bu xidmətə institutumuzun həkim heyəti cəlb olunmuşdur. Həkim heyəti tərkibində nevroloq, gastroenteroloq, revmatoloq, dəri zöhrəvi həkimi fəaliyyət göstərir. İndi bu da hal-hazırda biz Xankəndi və Xocalıda əhaliyə tibbi xidmət göstərmişik. Onların tibbi savadlanmasında, tibbi müayinəsində yaxından iştirak edirik və onların müayinəsindən sonra düzgün müalicəyə istiqamət veririk.